gündür. Hakk'a salam aleykum. Değerli qonaqlar əyləşən, gözəl xanımlar əyləşən, taxta salam aleykum. Küllü aləm bir olsun, bir anı əylədenməz. Vaxt bir Allah görküdür. Vaxta salam aleykum. Hər vaxtınız xeyir olsun. Azərbaycanın inci xanımları, incə xanımları, kübar qadınları. Bugün ölkəmizin ən görkəmli saraylarından biri olan Mangal Steakhouse'da və bu gözəl ballroom'da bütün zadəganların ardıcıllığında elə bugün də çox kübar bir xına gecəsi var. Bugünkü xına gecəsi əslində illər əvvəldən arzu olunmuş bir gündür. Odur ki, bugünün həyacanı valideynlərin, ən böyük həyacanı gəlinin və ən əsas məsuliyyəti bizim bədii heyətindir. Tuncay İnstrumental Ansamblinə bir alqış gəlsin. Bədii rəhbər Kamil Asafbəli. Bravo. Və bu gecə Azərbaycanın illərdir dəbdən düşməyən xanım xatın, nəvazişli, nəzakətli, bir o qədər də peşəkar müğənnisi, gözəlimiz, əzizimiz Mətanət xanım İskəndərli bu gecə boyunca sizlərlədir. Bir gürültülü alqışlar gəlsin. Çox sağ olun Nazlı xanım, çox sağ olun. Biz sizinlə fəxr edirik. Çağdaşsız olmamızdan da qürur duyuruq. Və bu gecə ən gözəl alqış qonaqlarımızındır. Özünüzə bir alqış gəlsin. Hə, anladım. Yemək yeməmişsiniz. Bu alqış o deməkdir ki, biz yemək yeməmişik. Bir gürültülü alqış gəlsin. Hal-hazırda təşəkkür edirəm. Gecəmizin ünvanını açıqlayıram. Bu gecə Kənan bəyin gözəl yarına, Jalə xanıma xına yaxılır. Gürültülü alqışlarla. Bu rəqsin adı 101'idir. Bugün 100 qızdan birisən, Jaləsən. Jalə gül üstündə şeyh deməkdir. Arzu edirəm ki, ömrün boyu jaləli olasan qızım, tər olasan, şehli çəmənlərin gülləri kimi, ətinin bir-birindən gözəl qoxsun. Bu rəqsin adı 101'idir.